İctimai siyasi kampaniyalar sıralığında həmişə seçkilər çox vacib rol oynayır. Çünki onlar yeni nəfəs gətirirlər, yeni narrativlərin artıq marşrutlarını cızırlar. Digər tərəfdən yeni qüvvələr demək olar ki, səhnədə, arenada öz varlıqlarını həm təsdiqləyirlər, digər tərəfdən də öz baxışlarını açıqlayırlar ki, biz fərqli bir mövqe təqdim edirik. Əlbəttə, bütün təqdim olunan versiyalar, sonra variantlar, nə bilim, platformalar və s. onlar proses əsnasında artıq tətbiqi mərhələni keçdikdən sonra öz üstünlüklərini ya kəsmələrini göstərirlər. Amma hər halda onları təqdim edən siyasətçilərin məharətindən çox şey asılıdır ki, onlar seçiciləri inandıra bilirlər ki, yəni bunların təklif etdikləri yeni narrativlər yararlı olacaq, yoxsa yox. Amma hər halda son sözü həmişə seçici cəmiyyət deyir. Ermənistanda seçkilər artıq arxada qalıb, amma o kampaniya ilə bağlı suallar hələ də gündəmdədir. Heç də ritorik suallar deyil. Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Bu günləri biz məhz qonşu ölkədə gedən proseslərə bir daha nəzər salırıq. Çünki faktiki olaraq biz öz nəzərimizi onlardan uzağa aparmırıq, çəkmirik. Çünki həqiqətən də bölgəmizdə gedən proseslər, sonra yenilənmə artıq tendensiyası çox vacib əhəmiyyət kəsb edir. Yəni biz, Gürcüstan, öz üzərimizə düşən bütün ötəriləri vaxtında yerinə yetirir. Amma Ermənistan bu proseslərdə bir qədər gecikir. Yəni onun həm də kəsirləri var və onlarla bağlı Ermənistan həm də ev tapşırıqlarını yerinə yetirməlidir. Həm də onun artıq özünün məsuliyyəti var. Görək indi yeni hakimiyyət, yeni kabinet, onlar olan çağırışlara necə cavab verəcəklər. Biz də bu məsələyə günləri aydınlıq gətirməyə çalışacağıq. Təbii ki, qonaqlarımızın iştirakı ilə məndən sağda politoloq Sahil İskəndərov, solda isə siyasi şərhçilər demək Zaur İbrahimli və Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Aloğlu. Mən sizi bir daha salamlayıram, hörmətli qonaqlar. Çox sağ olun ki, bizim proqramımızda iştirak edirsiniz. Təbii Ermənistanla bağlı biz gələk burada etiraf edək ki, hər şey göründüyü kimi deyil. Ümumiyyətlə, siyasi aləmdə belə bir ənənə var və seçki öncəsi bütün siyasi qüvvələr çalışırlar bir qədər özlərini daha yaxşı bir tərzdə ifadə etsinlər, sonra özlərinin obrazlarını duruldurlar. Amma sonra bəlli olur ki, bir o qədər də onlar həmin o təqdim etdikləri obrazlara uyğun deyirlər. İndi Paşinyan bu baxımdan təbii ki, mən deyərdim, favorit bir qüvvəni təmsil edir və səs çoxluğu qazanmış onun partiyası indi yenidən proseslərə münasibət bildirir. Və bu günləri artıq Ermənistanın baş naziri açıqlayıb ki, biz sən demə oliqarxiya sistemində yaşayırdıq, fəaliyyət göstərdik, biz onun belini qırmalıyıq. Sahil müəllim, bax, bu özünə məxsus bir, belə deyək də, açıq, səmin bir etirafdır ki, o suallar verib özü-özünə, cəmiyyətə necə olur ki, Robert Köçəryan, onun sağı, solu, ailə üzvləri artıq Ermənistan cəmiyyətinə diktələr edirdilər, onlar azad bir sərbəst formada gəzirlər, dolanırlar, amma onların böyük məsuliyyəti var, çünki onlar cinayətlərə bilavasitə yol açıblar və onların iştirakçılardılar. Yəni, bu nə deməkdir ki, biz oliqarxiyanın belini qırmalıyıq? Açığı, Tofiq müəllim, bu Paşinyanın yeri gəlmişkən Ermənistanda məhz oliqarxiyanın, belə deyək də, obrazda at oynatdığı barədə dediyi birinci dəfə deyil. Bu niyə görə bu indi güya fikirləşir ki, təzə bir, yeni bir şey deyir. Qabaqlar da deyib bunu bir neçə dəfə. Amma heç nə etməyib. Hə, heç nə etməyib. Doğrudur. O həmişə deyir ki, yəni mən çalışmışıq, biz çalışmışıq ki, nəsə eləyək, çalışacaq bunu eləyək, çalışacaq bunu eləyək. İndi də bəyan edir ki, hə, biz bunu çalışacaq, bunu belə eləyək. Amma maraqlı burasındadır ki, həmin o oliqarxiyanın, belə deyək də, indiyənə qədər istinad nöqtələri, maliyyə nöqtələri olan şirkətlərlə və yaxud da ki, onlardan kənardan gələn, onlara kənardan çatdırılan və kənardan gətirilən o pullarla bağlı Paşinyan hansı bir konkret addımı atıb. Mən demirəm, ola bilər ki, indi o bayaq siz çıxdığınızda, giriş sözündə bir yaxşı məqama toxundunuz ki, Paşinyan hökumətinin istər seçkidən qabaq, ümumiyyətlə belə deyək də, sülh gündəliyi ilə bağlı və ümumiyyətlə konkret olaraq regionda sabitliklə və Azərbaycan münasibət tənzimlənməsi ilə bağlı konkret öhdəlikləri var. Və indi mən açığı, yəni onun bu bəyanatını və yeri gəlmişkən bugün o hökumət saatında belə bir çox qəribə bir bəyanat da verib. Oradakı, sən demə, Ermənistan müxalifəti parlamentə qanunsuz keçib.
İndi doğrudur. Burada indi bəlkə o nəzərdə tuturdu elə məsələn o Köçəryanı və orada bəzi deputatlar ki, Sarıkyanın da adını çəkir. Hə, deyir. İndi bu ola bilər. İndi bilirsiniz, mən belə düşünürəm. İndi olar, mən etiraz eləmirəm. Amma bütün müxalifət qanunsuz keçib deyəndə parlamentə, üzr istəyirəm, bu elə birinci sizin probleminizdə, bu sizin günahınızdır ki, necə ola bilər ki, bütövlükdə bir müxalif partiyalar bütövlükdə qanunsuz şəkildə keçiblər parlamentə. Orada həm də belə bir ifadə işlədib ki, onlar səsləri satın alıblar. Yox, satın alıblar, mən başa düşürəm. Amma gəlin bir məsələ var da, Toğrul mən indi başa düşürəm. Sözsüz ki, Paşinyan partiyasının heç olmasa bir sadə çoxluğu, yəni parlamentdə alması, sözsüz ki, biz çox istərdik ki, bu konstitusiyon çoxluğu olsun. Amma İstənilən halda Azərbaycanın gündəmə ortaya qoyduğu sülh gündəliyinə daha uzlaşan bir, uyğun gələn bir partiyadır. Amma bu demək deyil ki, yəni biz orada bütün o şeyləri, o seçki belə deyək də, o pozuntularını görmədik, həmin günü nələr baş verdi. Amma bir məsələ var. Mən düşünürəm ki, Paşinyanın bugünkü bəyanatının arxasından da bilirsiniz nə durur? O konkret olaraq Avropanın belə deyək də, ayrı və bütün demokratiyadan dəm vuran o belə deyək də, qərb institutlarının və dövlətlərinin buna əhsən deməyindən belə deyək, ruhlanır. Konkret bunu. Və indi bir növdə həm də onu göstərməsi ki, bu variantla o Rusiyanın proksi qüvvələri olan, yəni Köçəryandır, Sarıkyandır, Karapetyandır, onlara qarşı görünür hansısa bir ya doğrudan da belə deyək də, əməli addımlara hazırlaşır atmağa və yaxud da ki, bunun görüntüsünü yaratmaq. Aydındır. Zaur müəllim, faktiki olaraq bu çox, mən deyərdim, məsuliyyətli bir bəyanatlardır bu günləri Paşinyanın səsləndirdiyi o fikirlər. Hətta bildirir ki, bunlar mafyoz qruplardır, onları idarə edən xarici qüvvələrdir, biz onların əllərini buradan qıracağıq. Və faktiki olaraq biz hansı hadisənin, hansı prosesin şahidiyik? İstər Robert Köçəryan, istər Narek Karapetyan, istər Qaliçyan, bunlar ölkədən çıxmaq istəyiblər. Yəni, ölkəni tərk etmək istəyiblər, bunların qarşısı alınıb. Bu nə deməkdir? Ümumiyyətlə, yəni, burada əgər bu vaxta qədər Nikol Paşinyan hədəliyirdi ki, mən sizi tutacağım, mən sizi məsul edəcəm, indi bundan sonra bu bunu eləyəcək, yoxsa etmək istəyəcəkmi, yoxsa yox? Yoxsa bu, haradasa özünün imkanlarını nümayiş etdirir ki, onlara bir xof bağışlasın, belə deyək, yaratsın onların ürəyində xofu və sonra da bunları haradasa idarə olunan vəziyyətdə saxlasın. Axırıncı mühakiməniz tamamilə doğrudur və mövcud situasiyanı analiz eləmək üçün verilən ən yaxşı şərtdir. Preventiv addımlar atır. Eyni zamanda müxalifətin geniş kütlələri meydanlara çıxarmağa cəsarət etməməsi və yaxud da ki, öz analizləri nəticəsində başa düşməsi ki, bəlkə də bu uğurlu olmayacaq. Paşinyan əlinin qolunu açdı. Və Paşinyan indi hücum strategiyasını davam elətdirir. Onun üçün indi isti-isti seçkidən sonra bu qələbənin dalğasını mümkün qədər həm cinayət təqibi, hüquqi addımlarla təqibi həyata keçirmək və müxalifəti baskı altında saxlamaqdır. Bu bir. İkincisi isə burada çox aşkar var ki, Moskva ilə sövdələşmək məsələsi var. Siz də bunu dolayısıyla bunu ifadə elədiniz. Bilavasitə, bəli, Moskva ilə sövdələşmək məsələsi var. Və güman edirəm ki, Moskvadan müəyyən mesajlar gələnə qədər Paşinyan bu taktikasını davam elətdirəcək. Üzrəm, o hətta Moskvaya yollanmağı hazırlaşır. Tamamilə yəni demişdi, seçkiyə qədər də demişdi ki, mən kampaniya bitdikdən sonra dərhal Moskvaya səfər edəcəm. Bir də burada əsas məsələ ondan ibarət ki, həm müxalifətin nə qədər cəsarətli olacağı test edilir burada. Çünki müxalifətin Paşinyanın aldığı səslər xeyli dərəcədə ideoloji səslərdir. Yəni fərqi yox, yalnız sülh gündəliyinə səs verənlər deyil, Avropa inteqrasiya səs verənlər və yaxud da ki, Qarabağ klanından bezənlər və bir çox motivlər ideoloji səslərdir. Amma açıq danışmaq lazım ki, Rusiya meyilli müxalifətdə səs verənlər ideoloji səslər deyil də, çoxu onların strukturunda çalışır, bir çoxu maliyyə cəhətdən şirinlikləşir və sair ilaxır. Pragmatik Paşinyan, bəli, pragmatik səslərdir, yaxşı ifadə. Pragmatik, yaxşı ifadə. Paşinyan həm də bunu test edir ki, bu elektorat nə qədər səfərbərdir, nə qədər monolitdir. Bunların hamısını test edir. Və bu özü hansı qüvvəyə malikdir? Bəli, özü hansı qüvvəyə malikdir, bəli. Və eyni zamanda açıq görünür ki, Paşinyanı dəstəkləyən qüvvələr biz onun kilsə hücumu zamanında gördük. Adətən bu hücum ritorikasını dəstəkləyir. Açığı seçkilərin nəticələrindən bizim diqqət yetirəcəyimiz əsas məsələlərdən biri də Robert Köçəryanın aldığı səsdir. Onun 10%-dən yuxarı ala bilməməsi özü çox şey demək. Yəni Karapetyan əslində həm də Moskvanın Ermənistanda müxalifəti
simasını və yaxud da ki, onun parametrlərini dəyişmək istəyindən xəbər verir. Yəni, seçkin axını günlərinə baxanda təhlükəsizlik müdafiə məsələləri kənara getmişdi. Ancaq iqtisadi məsələlər önə çıxmışdı, inteqrasiya məsələləri önə çıxmışdı. Yəni Moskvada da başa düşürlər ki, artıq köhnə kartlarla oynamaq o qədər doğru variant deyil. Paşinyan elə bunu təklif edir ki, gəlin əl-ələ verək, bunları dəyişək, gələcəyə baxarıq. Ya da ki, siz mənə daha çox bağlanın. Tamamilə doğrudur. Mən sizin gözləntilərinizi gələcəyə baxarıq. Doğrulayacağım. Əlbəttə, bəli. Bu iş var. Faktiki olaraq biz açıq etiraf etməliyik ki, yəni manevr imkanları baxımından Paşinyan bir o qədər də aciz oyunçu deyil. Yəni. Bir şərtdə verim, mən obrazlı şəkildə deyirəm ki, bu seçkilərin nəticələri əslində erməni seçkiləri. Yəni, bu nəticələr Paşinyana həm bizə münasibətdir, həm qərbə münasibətdir, həm Rusiya münasibətdir, geniş manevr imkanları verir. Bəli. Və o da bundan məharətlə istifadə edir. Mən düşünürəm ki, Azərbaycan ona son günlərdə ismarıc verdi və bu ismarıcların biri də məncə elə bəs bu manevr çərçivəsini müəyyən etmək idi ki, manevr yaxşı şeydir, amma gərək dərəcəsini aşmayasın. Həm də gərək onun üçün bir resurs ola. Elçin müəllim, yəni adətən seçkiyə qədər hamı hədələrlə danışır, vədlər verir, anonslar səsləndirir və s. Hətta qorxunc bir çağırışlar da eləyirlər. İndi biz görürük ki, Ermənistanda artıq seçkilər bitib. Paşinyan yenidən hücum mövqeyindədir. Bu nəyə hesablanmış bir yanaşmadır? Yəni faktiki olaraq özünü bir aram tərzdə ifadə eləyə bilərdi. Çünki birincisi qələbəni əldə eləyib. İndi bayaqları Sahil müəllim burada buyurdu ki, hətta deyir ki, müxalifətin aldığı səslər onlar qeyri-qanuni səslərdir. İnandırıcı deyil ki, yəni yenidən seçki keçirilsin, yoxsa bütün o proseslər hamısı təftiş edilsin ki, onların səslərini alsın. Bu olan şey deyil. Amma hər halda onun aqressivliyi də diqqət çəkir. Niyə? Burada qeyri-adi bir şey yoxdur. Bu Paşinyanın yaxşı taktik, amma bərbad və cahil bir strateq olmasından xəbər verir. Nədənsə həm Ermənistanda, həm Gürcüstanda, həm Rusiyada, həm Azərbaycanda biz nədənsə düşünürük ki, Rusiya Ermənistanı kölə etmək istəyir. Qərb isə Ermənistana firavanlıq vəd edir. Nədənsə biz düşünürük ki, Paşinyan bütün rəqiblərini çıxdaş etmək istəyir və onda Ermənistanın həyatı yaxşı olacaq. Mən kollektiv Qərb sözünü heç vaxt sevmirəm. Çünki Qərb özü homogen deyil, heterogendir. Fərqli düşərgələr, fərqli baxışlar, fərqli yanaşmalar var. Amma biz nədən düşünürük ki, Rusiya Ermənistanda zəifləsə, bütün Qafqaz üçün yaxşı olacaq? Kim deyib bunu? Bunun arxasında hansı qnosioloji və ya hermenevtik və ya statistik və ya da hər hansı bir hesablamalar var? Yoxdur. Hamısı emosiya və pafosdur. Bu emosiya və pafos bizi məcbur edir ki, Rusiya Ermənistandan çıxsa, Cənubi Qafqaz istibdaddan qurulacaq. Axı ona işarə edən bir göstərici varmı ki, Rusiya Qafqazdan gedir? Yoxdur da getməməlidir də. Kim deyib ki, Rusiya Qafqazı tərk etməlidir və niyə? Biz seçkilərə müdaxilədən danışırıq və Paşinyanın haqqında danışanda bir narrativi təkrarlayırıq. Rusiya seçkilərə müdaxilə edir, Karapetyanı, Çarukyanı, Köçəryanı maliyyələşdirir, kömək edir, Paşinyanın qalib gəlməsinə imkan vermir. Eyni mənzərəni, medalın tərs üzünü bəyəm Paşinyan özü eləmir. Bəyəm Avropa institutları institusional şəkildə, legitim şəkildə seçkilərə müdaxilə etmirlər. Bəyəm Rubionun Ermənistana səfəri seçkiyə müdaxilə deyildi. Bəyəm açıq respondent sorğuları, rəy sorğuları güya hələ də açıqlanmıyor bunlar necə keçirilir. O rəy sorğularını oturub çox asanlıqla süni intellekt agentləri vasitəsilə hazırlamaq olar. Yəni biz nədənsə düşünürük ki, bir yönlü, bir cəhətli istiqamət tutmaq dövlətin iftixarı və gözəlliyi deməkdir. Amma tarix bunun tam tərsini deyir. Böyük Pəhləvi imperiyası, Sasani imperiyası, Lidiya, Hitit imperiyası, Roma imperiyası, Bizans bunların çökməsinin əsas səbəbi xarici gücə güvənmək idi. Konstantinopol 1453-cü ildə fəth ediləndə onun ən böyük səhvi Bizans imperatoru Vasilevsin ən böyük səhvi Genuyalılara və Roma papasına inanmaq oldu. Paşinyan bu səhvləri təkrarlayır. Paşinyan bilərəkdən Qərbin narrativini tirajlayır ki, biz Qərbə doğru üz tutsaq, hər şey yaxşı olacaq. Axı niyə? Niyə Ermənistanı qoyuram kənara? Azərbaycan Rusiyanın münasibətini korlamalıdır. Niyə İranla münasibətini korlamalıdır? Bilirsiniz, Birləşmiş Qablar Qanunu var. Bernoulli və Pascal qanunu. Fizika qanunlarını heç kəs dəyişə bilməz. Bernoulli, Pascal qanunlarını əgər biz götürsək, siyasətə inikas etsək, iki tərəfdən asılı olmayıb, iki tərəfdən işləmək
siyasi inhisarı aradan qaldırır. Qaldırır. Bir nəfərin Həm də tarazlıq monopoliyası yaradır da. olanda biz bax indi biz Rusiya ilə İranla münasibətimizi korlasaq, o cümlədə Ermənistan korlasa, bizim qərbdən mədət ummaqdan başqa çarəmiz qalmır və biz onda məcbur oluruq onların oyun qaydalarına riayət etməyə. Bu səhvi Kubada təkrar etmişlər. Bu səhv Panamada edilmişdi. İkinci bir məsələ. Biz nədənsə bu seçkilərə çox fokuslanırıq. Və deyirik ki, Paşinyan seçkilərdə qalib gəldi. Gəlmədi. Nisbətən gerilədi. 50%, Nisbətən gerilədi. 49,58%, olsun 50%, olsun 51%. Riyaziyyatda ehtimal nəzəriyyəti var. Hermans ehtimal deyirlər bunu. Götürək 52% bu oldu. Orta statistik səhv deyilən bir anlayış var. Xətalar. Xəta. Tamamilə doğrudur. Amma biz nədənsə unuduruq ki, 40% Ermənistanda revanşistdir. 40% Azərbaycanla münasibətlərin yaxşılaşmasının əleyhinə səs verdi. 40% torpaqlarımızın işğal illüziyasına. Qarabağ məsələsinin yenidən gündəmə gəlməsinə Bu səs verdi. ximeraya səs verdi. Əlbəttə. Onlar hələ də ximera ilə yaşayırlar. Biz nədənsə özümüzü aldatmağa çalışırıq ki, Paşinyan sülh gündəliyinə sadiqdir. Deyil. Bir var vicdanlı, bir var məcburi vicdanlı. Paşinyan məcburi vicdanlı. O kateqoriyalardan düşünə bilməliyik. Yox, Vicdanlıdır. Səmimi, vicdanlı deməzdim, yəni həqiqətən. Yox, üzr istəyirəm bir dəqiqə. Yəni Paşinyan hakimiyyətə gələndə bax bir neçə alternativi dişinə vurdu. Bəli, Amma bəli. sonra gördü ki, Azərbaycanla münasibətlərini tarazlasa konjunktura var. Mən siyasətə mənəvi kateqoriyaların ixracını tamamilə qəbul İnkar etmirəm. edirsiniz. Siyasətdə mənəvi kateqoriyalar olmur. Bir siyasətdə bir dövlət başçısı mənəvi kateqoriyalarla işləyirsə, o kütlənin Məğlub olur. siyasi sifarişini yerinə yetirir və dövləti xərcləyir. Dövlət həmişə vətəndaş arasında anlaşma olmalıdır. Vətəndaş dövlətin ehtiyaclarını anlamalı. İctimai müqavilə olmalıdır da, Dövlət də mütləq şəkildə. vətəndaşın düşündüklərini həyata keçirməyə çalışmalıdır. Ermənistanda bu yoxdur. Mən sözüm başqa şey deyirəm. Biz sülh gündəliyinin stabil və dayanıqlı, bərabər təcilli getməsini istəyiriksə, ilk əvvəl biz nədənsə konstitusiyadan əsas danışırıq, amma Ermənistanın məktəbəqədər təhsil müəssisələrində, Ermənistanın orta məktəblərində Azərbaycanlılara və ümumiyyətlə Türk dünyasına nifrət, dözülməzlik, genetik səviyyədə dözülməzlik aşılayan dərs vəsaitlərinin yığışdırılmasını tələb etmirik. Adi bir misal, Ermənistanda istənilən uşaqdan soruşsanız, Türkiyə münasibətiniz necə deyəcək mənfi. Çünki o uşaq anasının südü ilə dözülməzliyi və nifrəti Sonra da gəlir məktəbdə oturur. Elə ilkin siniflərdən artıq Azərbaycanla Türkiyə ilə bağlı, tamamilə doğru. Türk dünyası ilə bağlı çox aqressiv narrativləri görür, imperativləri mənimsəyir və deyir ki, bunlar bizim düşmənimizdir. İndi mənəvi etik müstəvidən sırf qnosioloji siyasi müstəviyə gəlsək, Paşinyan əlindən gələni edəcək ki, sülh müqaviləsini mümkün qədər gec imzalasın. Birinci, konstitusional çoxluq yoxdur. Konstitusiyanın preambulasına və 14-cü maddəsində Ermənistan konstitusiyasının düzəlişlər və əlavələr və yaxud da ləğv etmək üçün Ermənistan parlamentində 68 deputatın yetərsay səsi gərəkdir. Paşinyanda 64 nəfərdir. Bəli. Və mən əsla düşünmürəm ki, Çarukyanın və yaxud da Köçəryanın fraksiyasından hansısa deputat bunun lehinə düşərgəyə keçsin. Bəli. Bu birinci məsələ. İkinci bir məsələ. Sülh müqaviləsi imzalansa belə mövcud konstitusiyada referendum keçirilməsə, dəyişməsə, Ermənistanda bu antikonstitusiyon akt sayılacaq, Ali Məhkəməyə müraciət ediləcək və Ali Məhkəmədə istənilən dövlətlər arası və beynəlxalq təşkilatlarla imzalanan sənədin Ermənistanın mövcud qanunvericiliyinə və ali qanunun üstün olmamasını əsas gətirərək onu ratifikasiya etməyəcək. Bunun üçün nə etməliyik? Birincisi, Ermənistan əlaqələri mümkün qədər intensivləşdirməliyik. Maksimum dərəcədə. Get-gəl olmalıdır. Sərhəd kommunikasiyalar bərpa olunmalıdır. Demarkasiya və delimitasiya məsələsində Ermənistana təzyiq, pressing etməməliyik. Nə qədər pressing etsək, Ermənistanda revanşizm o qədər artacaq. Yumşaq güc var. Və belə olanda bunu biz niyə etməliyik? 2. Postmünaqişə dövründə olan dövlət öz aralarında birbaşa kommunikasiyayı keçirsə, əlavə moderator və ya mediasiya tələbi və ya xahişi ilə və yaxud da təklifi ilə gələn dövləti zərurət olmur. Nə qədər Ermənistanla münasibətimiz pis olsa, Rusiya, İran, Avropa, ABŞ vasitəçilik missiyasını öz üzərlərinə götürəcəklər. Bax, paradoks budur. Ona görə düşünmək ki, Paşinyan sülhpərvərdir,
və Paşinyan Rusiyanın əleyhinədir, deyil. Paşinyanda zərrə qədər ağıl olsa, Rusiya ilə münasibəti korlamaz. Yoramaz, əlbəttə ki. Bu qədər Bir də ki, bəsit. qida verən əli qırmazlar da. Belə bir məsələ var. Yox, siyasi Faktiki ideoloji olaraq məsələləri həm də iqtisadi baxımdan axı və Ermənistan sonda Tofiq bəy, mən asılıdır. nə demək istəyirəm? Azad seçki firavanlıq deyil. Dünyada statistika var da. Düşünürəm, dəyərli həmkarlarım da bunu bilirlər. Dünyada ən azad, ən şəffaf, ən transparent seçki Liberiyada keçirilir. Amma Monroviyada orta aylıq gəlir 15 dollardan artıq deyil. Dünyanın Kasıb ən yoxsul ölkələrdən, ölkələrindən birisidir. Qərbi Afrikada yerləşir. Amerikaya gedib oradan qayıtmış belə deyək zəncilərin, qaradərililərin bəli. dövləti də onlar yeni Dünyada demokrasiya sistemini ikinci qaradərli Afrikada ölkədə Haitidən yaratmaq sonra. niyyətinə gəldilər. Bəli, hətta Amma bayraqlar deyək da ki, Amerika bayrağının tam təkrarına bənzəyir. Amma indi əksinə baxaq. Hindistan dünyanın ən qüdrətli dövləti. Demokratik həm də seçki demokratik sayılır. Onların Hindu sanskrit dilində seçki saxtakarlığı. Aydın deyil orada, amma yəni müqayisədə götürdük Hindistanı biz biraz fərqli Yox, mən dəyərləndirməliydik. Yox, Hindistanın cəmiyyəti ümumiyyətlə fərqlidir. Mən Çünki onlar kastalardan ibarət dəyərləndirmək cəmiyyətdir. nə Ən böyük fərqli, millət, nə üzr qeyri. istəyirəm, sizdən artıq dərəcədə demək Hindistanda milli problemlər, hətta dini qalsın bir yana, sonra inanclar qalsın bir yana. Son üç ildə Milli orada problemlər çox millətçilik həddindən gərgindir çox çünki artır və ən böyük etnik qrupların sayı 250 mindən artıq, 250 milyondan artıq deyil. Yəni onlar çox belə Yox, deyək mən də məsələnin eklektik bir başqa məsələ. cəmiyyətdir. O Baharata Janata Parti, millətçilik, Həm də onların o psixoloji cəhətdən birliyi Mənim yoxdur. dediyim başqa şeydir. Narendra Modi sümüyünün iliyinə qədər praqmat və rasional bir insan. Siz onun o millətçi, neonatsist ruhuna bənzəyən çıxışlarını qoyun kənara. O aberrasiyalardır. Məsələ budur ki, Hindistan Rusiya ilə əlaqələri kəsmədi. Rusiyadan neft, ucuz neft və qaz almağa davam edir və hətta artırır. Biz niyə bunu etməməliyik? Biz Ermənistana qaz da verməliyik, neft də verməliyik və onu özümüzə bağlamalıyıq, asılı vəziyyətə salmalıyıq. Və Ermənistan başa düşməlidir ki, bizə o qədər bağlıdır ki, bunun başqa yolu yoxdur. Yoxsa biz durub Ermənistandakı problemlərə fokuslansaq, yalnız bir tərəfi düşünəcəyik və bu da düşünmürəm ki, olur. Aydındır. Yəni burada bir həqiqət ondan ibarətdir ki, Ermənistanın cəmiyyətində o zəhərlənmə ehtimalları həddən artıq yüksəkdir. Yəni türkəfobiya, islamofobiya baxımından. Gəlin müzakirəmizi oradan davam edək. Siz əldə olan nəticələri müxtəlif parametr üzrə qiymətləndirə bilərsiniz. Bax, o qeyd etdiyimiz bu günlərdə elə strateji kommunikasiyalar mərkəzi, Azərbaycan Qeyri-Hökumət Təşkilatı 2000-dən çox Ermənistan dərsliklərinin analiz edib, oradan doğrudan da hər səhifəsindən databaza yaradıb, nifrət. Mən o nəticələri görəndən sonra, mən orada da çıxışda da qeyd elədim ki, bu nəticələr göstərir ki, bizim sülhün daha etibarlı hüquqi və siyasi mexanizm və zəminlərini tələb etmə haqqımız var. Bu qərb partnyorlarıdır. Bu bir. Birinci çıxan nəticə bu ki, biz bunda israr etməkdə, Azərbaycan Respublikasının dövlət başçısının bunda israr etməsində doğrudan da obyektiv səbəblər var. Bu bir. İkincisi, biz nə eləyirik? Həmin cəmiyyətdə elə Paşinyanın fərqi yox 49, 51, 52 alması və bu tam məğlubiyyət olmasa da pir qələbəsi də deyil. Bunun özü də doğrudan böyükdür və bu xeyli də sülh gündəliyinin verdiyi bəhsdir. Yəni, bizim burada tarixi uğurumuz, mən düşünürəm ki, Cənub Qafqazın tarixi bir mərhələsi ondan ibarət ki, Paşinyan indi sülh gündəliyinə seçkiyə getdi. Yəni, sülh platforması ilə seçkiyə. İlk dəfə idi Ermənistanda belə bir platform. Məndə sual verdilər ki, axı siz niyə düşünürsünüz ki, Ermənistanda bu dəyişikliklər baş verir? Mən də qeyd elədim ki, burada son 300 ildə ermənilər belə məğlub olmamışdı. Ona görə bu baş verir ki, son 300 il ilk dəfə ki, ermənilər bu cür miqyasda məğlub oldular. Söhbət 2-ci Qarabağ savaşında 44 günlük müharibədən gedir. Son 300 ildə yoxsa 200 ildə? Son 200 il götürək. Son 200 il götürək və bu məğlubiyyətin özünün yaratdığı travmaları var. O travmalar bu seçki nəticəsində özünü göstərdi. Yəni bu seçki nəticələri doğrudan çox təhlil olunacaq. Yəni əldə olunan nəticələrdə mən düşünürəm ki, biri var, biz bunu ifrat maksimalist qiymətləndirək. Bir də var ifrat minimalist qiymətləndirir. Amma mən düşünürəm ki, biz obyektiv qiymətləndiririk. Bu seçki nəticəli risklər də yaradır. Və bunu qeyd etməyim, imkanlar da yaradır. Biz indi riskləri nəzərə almaqla xeyli dərəcədə imkanlara fokuslanmalıyıq. İmkanlara da fokuslananda riskləri yaddan çıxarmamalıyıq. Yəni mən düşünürəm ki, bu cür orta ilə biz bu istiqamətdə irəliləyəcəyik. Orta xətt. Yaxşı, əgər belədirsə, mən yenə o fikrimə qayıdıram ki, Ermənistan cəmiyyətinin özünə məxsus göstəriciləri var da. Yəni bunlar nüanslar da sayıla bilər. Yəni islamofobiya da var, türkəfobiya da var, Azərbaycanofobiya da var. Və bunlarla bağlı əlbəttə indi orada təbliğat işi gedir. Eləmi?
heç vaxt da dayanmır. Elə biz dərsliklərdən danışırıqsa, deməli bu prosesin üzərində işləyən, məqsədyönlü şəkildə artıq yeni o əlavələri edənlər var. Onlar da Elçin yatmır. müəllim doğru qeyd elədi. O dərslərin dəyişməyi, mən üzrdən müdaxilə edirəm, qısa o dərslərin dəyişməyi ilə test olunacaq. Tam doğrudur. Tamamilə doğru. Gündəliyinə nə qədər aktual qalmasını, sadiqlik falan sözünü işlətmək istəmirəm. Nə qədər gündəlikdə qalması ilə o dərslərdən başlayacaq. Təbii, elə məsələ ondan ki, uşaqları hazırlayırlar da gələcəyə. Yaxşı, elə bir gün, onda belə danışaq. Mən istiqaməti dəyişirəm. Bir günləri öz çıxışında Paşinyan deyir ki, bizim uşaqlarımızı pis vəziyyətə salıblar, mən uşaqların arxasında dayanacağım, onların elektrik enerjisini oğrayıblar və s. Burada Çarukyana artıq eyanlar eləyirdi. Amma güya ki, bu uşaqların təəssübünü çəkir və biz onlara yaxşı gələcək vəd edirik. Yaxşı, bir söz deyim də, Tofiq müəllim, yenə deyirəm. Mən hörmətli həmkarlarının dediklərindən, belə deyək də, vergülə qədər razıyam. İstənilən halda vergüldən sonra, indi hörmətli Elçin müəllim dedi. Elçin müəllim, Ermənistan cəmiyyətinin və ümumiyyətlə ermənisilik ideoloqlarının ən böyük problemi bilirsiniz nədir? Onlar beynəlxalq münasibətlərin heç vaxt subyekt olmayıblar, həmişə obyekt olublar. Bax, siz deyirsiniz, mən sizinlə razıyam. Baxın, amma mən konkret olaraq konkret tələblər yerinə yetirilməyənə qədər, bizim Ermənistanla bu qədər nə gediş-gəlişimizin, nə qaynıb qarışması, onlar düzələn deyirlər. Bax, dərslikləri də hörmətli Zaur müəllim. Mən oxudum o xəbəri, mənim çox xoşuma gəldi o. Amma bir məsələ. İştirak edirdi orada. Bəli, gəlin bir şeyə fikir verək. Yox, gəlin bir şeyə fikir verək. İndi dünyasını dəyişmiş ordu generalı Filip Babkovun bir əsəri var. DTX və hakimiyyət. O 1995-ci ildə çıxıb, sonra biraz onun təkrar variantı çıxıb. O öz həyatından yazır. Yeri gəlmişkən. Bilirsiniz də 45 il DTX-da işləyib və o sədrin birinci müavini vəzifəsinə qədər özü də ideologiya şöbəsinə rəhbərliyi. Yeri gəlmişkən, mən sizə bir şey deyim. Tam etirafımla da, Viktor İlyuxini nəzərdə tutmuram, o prokurordur, general leytenant. SSR hərbi siyasi elitasında Qarabağ problemi münaqişəsinin yaranmasının kökləri barədə ilk, yəni postsovet, sovet dövlətinin elitasının təmsilçisidir ki, o orada maksimum dərəcədə bir, belə deyək də, çalışıb orada, belə deyək, obyektiv mövqe qoyub ortaya. Orada 20 səhifə cəmi həsr edib milli münaqişələrə, onun düz 8-10 səhifəsi sırf Qarabağla bağlı. O orada konkret yazırdı ki, hələ Sovet vaxtı Ermənistan məktəblərində 6-cı, 7-ci sinifdən başda erməniçilik müstəsnalığı barədə təbliğat işləyib. Və konkret də deyir ki, özü də deyir, bütün bunlarla da bağlı Mərkəzi Komitəyə həmişə məlumat verilib Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən. Bunu açıq yazır bunu. İndi gəlin, üstündən nə qədər keçib də bu yazır tutaq ki, 70-ci illəri. Görün, üstündən 55-56 il keçib. Bilirsiniz, Elçin müəllim, mən həmişə bu məsələlərdə, erməniçilik ideoloqlarının tutduğu məsələlərdə, Apostol kilsəsinin tutduğu mövqelərdə onlardan çox, onların xarici havadarlarını həmişə günahlandırmışam. Bax, Ermənistana kimdir axı imkan verə ki, müstəqil xarici siyasət yürüdə, heç daxili siyasəti yürütməyə imkan vermirlər. Paşinyan olmur, kim olur olsun, kim olur olsun. Onları, o dövlətdə, kvazi Ermənistan dövlətini kimlər yaradıb? Onlar bura 300 il bundan qabaq, bura hansı məqsədlərlə kimlər köçürür və onlara dövləti kimlər yaradıb? Amma onlar imkan verir ki, Ermənistan gəlsin. Tofiq, mən demək istədim, mən Elçin müəllimi sözünə etiraz eləmirəm. Biz buna can atırıq, biz bu addımları atırıq. Qulaq asın mənə. Burada məsələ başqa bir şeydədir. Həm də axı millətin özünün formalaşması prosesi, genezis axı sona çatmayıb. Siz baxın, bunlar özləri öz daxilində özlərini kateqoriyalara bölürlər. Ay Tofiq müəllim, bax görürsünüz. Ona görə də bunlar subyekt deyirlər də, obyektlər. Yox, Zaur müəllim də dedi, 40% söhbət var, Elçin müəllim də dedi. Baxın, o Paşinyana səs verənlər var. Bax, indi o bəxt dediyi pragmatik ideologiya. Amma məsələn, onlar əsas doğrudan mən tam razıyam ki, ideoloji, psixoloji baxın. Amma axı bunların heç biri konstitusiyada Azərbaycana qarşı belə deyək də ərazi iddialarının götürülməsi ilə bağlı mən sizi inandırıram ki, orada 1% olar ya olmaz. Sual vermək olar. Yox, bircə dəqiqə bir saat sizə vermək istəyirəm. Yox, bilirəm, fikrimi çatdırım, buyurun, eşidirəm. Bir məsələ də var. Yaxşı, belə üzr istəyirəm, belə yaşamağa nə var ki, belə sülh gündəlinə getməyə nə var ki, sülhə getməyə? Yaxşı, konstitusiya çoxluq var idi əllərində. Nə dedilər?
Yox, bilirsiniz, biz seçkilərə gedirik. Biz bunu indi eləsək, uduza bilərik. Yaxşı, indi də deyəcəksiniz ki, yox, biz bunu eləyə bilmirik, çünki konstitusiyon çoxluğumuz yoxdur. Yəni, Ölkə parçalana bilər. Yox, mən indi baxın da, mən ona görə deyirəm ki, Aydındır. belə yaşamağa nə var ki, belə ömür sürmək? Hə, siz bizi başa düşün də, üzr istəyirəm. Hə, buyurun, qoyuzlar, mən sualını versin. Yəni heç imkan görmürsünüz bu seçki nəticələrində. Necə? Heç bir imkan görmürsünüz bu seçki nəticələrində. Yox, söhbət imkandan getmir. Mən deyirəm imkanlara fokuslanaq da sayın. Yox, bu çətinlikləri bilirik. Yəni, siz bilirsiniz, Elçin müəllim daha dərin bilir. Bax, özünüz də bayaq deyəcək. Yox, bir məsələ var. Bunu Paşinyan istəyirmi? Söhbət bundan gedir. Əlbəttə. Bəs mən onu deyirəm. İndi Ermənistandakı Avropa İttifaqının o Yenə deyirəm, biz siyasətdə istəyir-istəmir kateqoriyasından düşünə bilməliyik. Yox, bir məsələ var. Yaxşı, bilsiz. Dünən istəmirdi, bu gün istəyir. Ay ki, istəmir də, mən deyirəm ki, onun hamısı Yox, oyundur. burada bir şey də var. Ay Zaur müəllim, üzr istəyirəm. Dostluq və futbol oyunu iki qatı iki nəticələri də istəmirdi. Yaxşı, gəlin, baxın, biz bir tərəfli qaydada nə qədər jestlər eləmişik. Bunun qarşılığında Ermənistan hakim hökuməti hələ indiyənə qədər bizim o ikin düşən indiyənə qədər taleyindən xəbərsiz olduğumuz insanlar barədə məlumat verir. Yox onlarda. Avropa siyasi yox onlarda. Siz əminsiniz ki, var. Var, mən əminəm, tam Bəlkə də yoxdur. Mən sizə deyim nəyə görə? Təklik ola bilər. Bir dəqiqə, mən sizə deyim nəyə görə? Elə minaların xəritələrini alma məsələsində bir dəqiqə dayanın. Biz onların haqqında çox yaxşı bir fikirdəyik ki, bunlar mütəşəkkildirlər, bunlar hazırlıqlıdırlar, bunlar belə elə deyil. Qardaşım, hərcimərc bir məkandır. Bir dəqiqə. Özü etnik baxımdan da bunlar eyni deyillər. Yəni Livandan, Suriyadan gələn erməni ilə bilirsiniz necədir? Bu bilirsiniz ən gözəl situasiyadır. Mən sizə deyirəm, bir dəqiqə. Mən deyirəm ki, bu millət hələ sona qədər genezis baxımından formalaşmayıb. Hələ bunlar yoldadılar. İndi biz nədir? Onlar bizdən xahiş edirlər ki, biz onları formalaşdıraq. Bir dəqiqə, emosiyalar çox. Bir dəqiqə, məsələ başqa şeydir. Bilirsiniz, bax görün. Ermənistanın özündə deyirlər ki, Gümrüdə yaşayan ermənilər natarazdılar. Onlarla biz yola getmirik. Bəli, bəli. Dilican bölgəsində yaşayanların başqa xüsusiyyətləri var. Yəni bunlar bizdə də hər yerdə o var. Amma bizi birləşdirən ortaq dəyərlər var. Ənənələrimiz var və s. Amma onlarda antagonizm var. Bir millətin içində antagonizm var. Biz o kimdən onda münasibət? Yox, bir dəqiqə. Məsələ burasındadır ki, bu bizim qonşumuzdur, elə deyil. Yəni bu hakimiyyətin üzərinə düşən bir məsuliyyətdir. Bağışlayın məni, bunların alimləri var, bunların tarixçiləri var, bunların filosofları var. Bunlar gərək millətin formalaşmasını, onun hədəflərini, prioritetlərini müəyyən etsinlər ki, paradigmalar nədən ibarət olmalıdır? Mən bizə dənə şey deyə bilərəm. Tof müəllim, bu seçkilərdən sonra, indiyənə qədər Elçin müəllim burada vurğuladı, Rusiya qərb məsələsi var. Yəni bu seçkilərdən sonra yeni mərhələ başlayır da. Xeyr, indi görün nə başlayır. İndi görün mən sənə deyirəm, bir cəşəmə fikrimi çatdırım. Bu seçkilərə qədər Paşinyan hökuməti çalışırdı ki, 2 stulda otursun. İndi çalışacaq 3 stulda otursun. Çünki niyə? Azərbaycanla sülh gündəlik məsələsi artıq sual altına qoyulur. İndi çalışacaq 3 stulda. Normaldır. Normaldır. Siz nə gözləyirsiniz ki, belə də olmalıdır? Yox, ermənidə biz niyə düşünməliyik ki, dövlət bir stulda oturmalıdır? Niyə? Yox, əgər hər hansı bir stuldan kritik təhdidlər irəli çıxacaqsa, üzr istəyirəm, stulda oturmaqdan daha çox üzr istəyirəm. O deyir, dana var ki, 2 inəyin südünü əmir. Bunlar istəyirlər ki, 3 inəyin südünü əmir. Lap yaxşı. Deməli, ağıllıdırlar. Mən də onu qəbul eləmirəm. Lap yaxşı. Mən də onu qəbul eləmirəm. Biz, baxın, İsraillə strateji müttəfiqik. Bəli. İranla strateji müttəfiqik. Bəli. Rusiyanla strateji müttəfiqik. Bunu nəyə pisdir? Yox, yaxşı deyil, amma biz demirik ki, hamı elə məni yedirtsin. Bax, söhbət bundan gedir axı. O bizim minusumuz. Yox, bir dəqiqə. Bunların həm də... Yox, onların yanaşması bizə odur, onlar bunu qəbul edir. Sahil müəllim, bunların həm də... Gəlin biraz konkret istiqamətlərə fokuslanaq. Ermənilərin, gəlin açıq bunu mən onları aşağılamaq, təhqir etmək niyyətində deyiləm. Amma bunlarda dilənçilik ənənəsi var. Yeganə dövlət ki, bir dəqiqə, yeganə dövlət ki, bunların büdcəsinə rəsmən bir xətlə iyanələr gəlir. Baxın da, KTMT-nin üzvü yeganə. 17-si artıq ABŞ-la birgə hərbi təlim keçirici. Yəni, bu ümumiyyətlə dünya təcrübəsində, hətta qərb təcrübəsində də belə, kollektiv olsun, qeyri-kollektiv Erməni sayağı gedişdir də. Yoxdur, yəni, amma bunu biz bir fakt kimi qəbul etməliyik. Biz bunu bizim üçün pis, yaxşı nəticələrin qiymətləndirməliyik. Bu ermənilər bunu eləsin, eləməsin məsələsi ilə bir dəqiqə, mən sual, onlar kimdən özləri bilər? İcazə verin də, mən də öz statusumdan biraz istifadə edeyim və sual verim sizə. Olar mı sual verim? Siz çox mu istəyirsiniz ki... Mən üzr istəyirəm, mən Rusiya Federasiyasının səfirliyin nümayəndəsi kimi çıxış etmək məcburiyyətində qoyursunuz mənə. Siz niyə mübahisəsini eləyirsiniz? Ermənilər bir-birindən yola getmirlər, razıyam.
Almaniyada Şimali Reyn Festivaliyadan olanlar Bayerişdən, Bayerlərlə, Münhenlərlə bir arada oturmaq istəmirlər və bu normal. Yox, onu mən demədim, Ermənistan Orada Tofiq ikincisi, müəllim, mən başqa şey siz diqqət deyirsiniz ki, 2 inəyin südünü əmir. Yaxşı eləyir, 5-ini etsin. Deməli, Mən bir dənə sualım var. Hər birinizə. Bizə Azərbaycanlılara çoxmu lazımdır ki, ermənilər obyektdən subyektə çevrilsinlər? Ya biz bunun təsirini çəkməliyik, biz bunun ağrısını yaşamalıyıq, yoxsa bu onların daxili işidir. Bizə lazımdır ki, yəni mərkəzi hökumət, bizə lazım olan budur ki, öz sözünün arxasında dayansın. Bəli, bəli. Öhdəliklərini yerinə yetirsin. Qərarlar İrəvanda verilsin. Və əlbəttə ki, qərar da oradan buradan gəlməsin. Yəni ona görə də Ermənistan obyektdən subyektə çevrilməlidir. Nə qədər ki Ermənistan obyektdən subyektə çevrilməlidir. Biz deyirdik ki, Rusiyanın təsirləri var seçkilərə. Demək, Qərbin təsirləri var, amma Azərbaycanın təsiri onlardan çox oldu. Gör, Azərbaycan Tofiq bəy, icazənizlə bir fikir. Bizim bir dəqiqəmiz qalır. Bircə dəqiqəmiz qalır. Bircə sözdür. Elçin müəllim, Biz indi Ermənistanın livanlaşmasını görürük. Allah xatirinə. İstəyirlər Qalapagos adasından anlaşma imzalasınlar. İstəyirlər Monqolda Monqol Şuyudan qəbul etsin, Ulan Batırla strateji müttəfiq olsunlar. Özləri bilənlər. Amma mən sadəcə bir şey deyirəm. Ermənistan sürətlə livanlaşır. Və belə gedərsə biz İsrail kimi Letaniya çayına qədər qoşunumuzu yeridir. Bizim haqqımızdır. Təhlükəsiz. Bütün Allah xatirinə bazası buna bizə imkan verir. Ermənistan bu dəqiqə Çunqçmangdadır. Çunqçmang şahmatda nədir? Hansı addımı atırsınız? Atırsansa səhv olacaq, vəziyyətin daha da pis olacaq. Biz Ermənistan nə edir? Yox, biz nə etməliyik? Yox, biz onu bilirik. bəli. Çox sağ olun. Mən minnətdaram iştirakınıza görə. Tamaşaçılardan da üzr istəyirəm ki, bir qədər çılğınlıq etdik burada, amma hər halda mövzu elə mövzudur ki, yəni biz cığal bir tərəfin haqqında danışırdıq və bizə lazım olan odur ki, birincisi bizə oradan təhdidlər gəlməsin. Hər hansı bir təhlükə olacaqsa biz onunla bağlı bilirik nə etməliyik. Çox sağ olun, minnətdaram və tamaşaçılarımıza da mən çox sağ ol deyirəm ki, bizə diqqət etməyə. Salamat qalın, efirdə görüşənədək.